Salam Gülnur, xoş Salam, gəlmisən. çox sağ ol. Təşəkkür edirəm bugünkü dəvətimi qəbul etdiyin üçün və zaman vardığın üçün. Mən də çox təşəkkür edirəm dəvət elədiyin üçün. Çox Xoş sağ ol, oldu mənə. Təşəkkür edirəm. Dostlar, qısaca məlumat verim Gülnur haqqında. Gülnur hal-hazırda University of Arizona'da ginekoloji və obstetrik departmanında research fellow olaraq fəaliyyət göstərir və karyerasını iləride Amerikada davam etməyi planlayır. Gülnur, sən biraz ətraflı məlumat ver istəyirsən öz karyerin haqqında. Deməli, mən 2024-cü ildə qurtardım Azərbaycan Tibb Universitetini. Qurtarmışdan 1-2 ay əvvəl öyrəndim ki, Green Card qazanmışam. Elə oldu ki, planlarım dəyişdi, Amerikaya köçdüm. Əslində amma Almaniyaya hazırlaşırdım. 3 ilə yaxın Almaniyaya hazırlaşdım. Yəni ani bir qərarla köçdüm Amerikaya. Ona görə heç hazırlığım yox idi. Nə research nə idi bilmirdim, nə match nədir bilmirdim. Təqribən azından, yəni hər tibb tələbə bildiyi qədər az-çox bilirdim, amma ümumi bir geniş məlumatım yox idi. Səndən soruşdum. Çox sağ ol. Yəni həqiqətən bu arada Ziyəyə Rica buradan edirəm. təşəkkürlərimi çatdırıram ki, əgər mən hal-hazırda burada research edirəmsə, yəni ziyanın payı çoxdur. Ə, Estağfurullah, xoş hər zaman. Minnətdaram həqiqətən. Ziyadan soruşdum, başqa belə tələbələrdən soruşdum, YouTube-da axtardım, ChatGPT-dən soruşdum ki, bəs nə etməliyəm? Başladım researchlər axtarmağa. Əsas məsələ researchlər axtarmağa, amma tam olaraq nə axtardım özüm də bilmirdim. Ona görə istəyirəm paylaşım ki, mənim kimi bu yoldan keçən insanlara aydın olsun ki, necə axtarmaq lazımdır, necə tapmaq lazımdır researchu və nə researchu, hansı research eləmək lazımdır. Bu arada bir şey deyim. Deməli, mən Amerikaya köçdüm. 3 ay keçdi. Research'a da başlamışam. Məndən kimsə soruşdu ki, bəs sən hansı research edirsən? Hansı daha yaxşıdır? Mənə falan yerdən təklif gəlib, amma bilmirəm bu yaxşıdır ya yox. Mən qaldım ki, hansı researchlər var ki? Çünki mən heç onları bilmirdim ki, əslində 3 növ research var imiş. Basic Science hal-hazırda gördüyünüz kimi laboratoriya şəraitində olunan bir researchdir. Translational, səhv vermirəmsə translational da laboratoriyada olur. Əgər səhv deyirəmsə düzəlt, çünki mən belə təqribi tapdım Bu məlumatları, doğrudur hələ. araşdırdım vaxtlı. Bir də var clinical. Məsələn, nümunə kimi verəndə tam aydın olsun deyə. Məsələn, ola bilər ki, X xəstəliyinin target proteinini tapan research genəldə basic science researchlər olur. Burada heyvanlar üstündə işlənilir əsasən. Biz özümüz də heyvanın üstündə işləyirik. DNA, RNA, protein, enzim və s. Translational'da həmin bu target proteinə qarşı bir draqlar kəşf olunur. Və əsasən human mənşəli, yəni insan mənşəli bir toxumadan qan ola bilər, kanser toxuması ola bilər, plazma ola bilər istifadə olunur. Genəldə insan komponenti var, çünki bu dərmanlar insanlar üzərində istifadə olunacaq. Heyvan və insanlarla qarışıq. Bir də var ki, clinical researchlər, onlar artıq həmin o tapılan dərmanı xəstə və yaxud hər hansı participant üzərində istifadəsindən söhbət gedir. Soruşsan ki, hansı yaxşıdır? Əlbəttə ki, clinical daha yaxşıdır. Çünki ə, bir taşla iki kuş. Həm research'un olur, həm də kliniki təcrübən. Nə qədər hands-on experience daha az olsa da, yəni ola bilər ki, direkt o hands-on experience-lərlə müqayisədə daha azdır, amma yenə də bir experience-dir. Düşünürəm ki, bu match intervyularında 3 research yan-yana qoysalar, ən çox məncə clinical daha belə gözə çarpar. Əlbəttə ki, research'in içeriyi də önəmlidir. Yəqin sən də təsdiqlərsən bunu. Əgər bir Kesinlikle katılıram. Razıyım. Doğrudur. Və hətta o dediyin nöqtə çox doğrudur ki, bir daşla iki kuş misali həm research experience artırmaq, həm də publication sayəsini artırmaq, hansı ki, məşqdə xüsusən cərrahi ixtisaslarda ki, məsələn burada OB-GYN-da, yəni obstetrics and gynecology-da, yəni həmin ixtisasdan biridir. Orada biraz yüksək sayda paper tələb olunur məşqdə. Əslində məsələn clinical researchlər ümumiyyətlə cərrahi branşlarsa biraz daha rahatdır ki, daha çox yayın çıxartmaq açısından. Bu da əslində gələn bir çox suallardan biri idi ki, hansı yaxşıdır, hansını seçək. Və çox sağ ol ki, ətraflı izah elədin hər ikisinin də, hər üçünün daha doğrusu avantaj, dezavantajlarını. Burada Gülnur əslində qısaca bir məqama toxunmaq istəyirəm ki, düzümüz biz Amerikadan danışacağıq, amma adətən gələn suallar olur ki, bir çox ölkələri qiyaslamaq üçün, məsələn, Türkiyədəki olsun, Almaniyadakı, Amerikadakı süreçlərə qiyaslamaq kimi olsun. Daha öncə də hani Almaniya hazırlaşmış ora haqqında təcrübəsi olan biri olaraq, məsələn, sənin fikrin açısından Almaniya və Amerikadakı ortamı qiyaslasaq necə olardı? Bir qısa ona deyib, daha sonra yenə Amerikadakı məsələlər üzrə davam edərik. Mhm. Səmimi cavab vermək lazımdırsa, əgər sorsalar ki, sənə görə ideal ölkə hansıdır? Deyərəm elə bir ölkə yoxdur.
Nə Amerika, nə Almaniya, nə Türkiyə, nə Azərbaycan. İlla ki, hərəsinin öz müsbət mənfisi var. Bu mənim şəxsi düşüncəmdir. Amma məncə bir tibb tələbəsi, tibb məzunu əgər özü üçün bir rezidentura düşünürsə, hansı ölkədə, 4 ölkədə, 5 ölkədə, məncə o bütün müsbət mənfiləri bir yazmalıdır, bir baxmalıdır. Mənə hansı müsbətlər daha lazımdır, hansı mənfiləri göz ardı eləyə bilərəm. Almaniyada bunu tam bilmirəm. Bunu araşdırmağa çalışdım. Sən Türkiyə məzunusan, bəlkə sən daha yaxşı bilərsən. Səhv eləmirəmsə, Türkiyədən məzun olanlar və genəldə akkreditasiyadan keçmiş çoxu ölkənin məzunları, tibb tələbələri sadəcə dil imtahanı verəndən sonra praktisyen həkim kimi Almaniyada işləyə bilər. Bilmirəm, bəlkə bu bizim tələbələrə də aiddir. Tam hakim deyiləm mövzuya, amma Amerikada o şərait yoxdur. Yəni siz həkim kimi işləmək üçün ən azından 3 imtahan üçündə verməlisiniz bildiyim qədərilə. Amma Almaniyada o şərait var. Əgər ola bilər ki, hamı rezidentura eləməyə istəməyə bilər. Elə adam ola bilər ki, sadəcə məzun olub normal praktisyen həkim kimi işləməyə çalışsın. Onun üçün məsələn Almaniya bir avantaj ola bilər o açıdan. Sadəcə dil bilməsi lazımdır, əlbəttə. Dilsiz mümkün deyil. Yəni bir də Almaniya ilə bağlı düz mənim təcrübəm yoxdur. Onunla bağlı Almaniyada hazırlaşan dostlarımdan eşitmişdim ki, hansısa bir dil imtahanı keçəndən sonra ki, orada bir sanım hospitasiya deyirlər. O müddətdə məsələn maaş ala bilirlər. Hansı ki, bu da məsələn Amerikadakı o rezidentura qədər olan challenge-lardan birisidir ki, bir çox yerdə məsələn unpaid challenge olur, amma Almaniya daha bir sosial ölkə olaraq maaşlı işlədir. Bunu da Mən yorumunu bildirə bilərsən bu arada. Hı. Mən tanışlarımdan, öz tələbə yoldaşlarım, patoloq yoldaşlarımdan öyrəndiyim qədərilə çoxu illaki ya ən azından maddi dəstək vermirsə də yemək, qalmaq kimi, Yəni. yəni akkomodasiya kimi təşkil eləyir. Amerika ilə müqayisədə Amerikada tək tabancasan, yəni ya paid iş tapmalısan, ya da ki hər şeyi özün qarşılamalısan. Heç kəs öz boynuna götürmür bunu. Bu arada paid position deyəndə bayaq deməyi unutdum. Məsələn, o 3 basic translational və clinical researchlərdən desən ki, hansı daha rahat tapılar? Basic Science Translational daha rahat tapılar. Düzdür, klinika nə qədər vacib olsa da, ya da ki, nə qədər müsbət tərəfli çox olsa da, əslində paid tapmaq biraz mənə çətin gəldi. Bir ildən çoxdur burada research təcrübəm var ki, həm basic, həm translation, həm də clinical research eləyirəm üçünü də. Amma mən özüm paid clinical research tapmamışam hələ ki. Ola bilər bu bir şans məsələsidir. Mən kesinlikle bunun tərəfdarı deyiləm ki, kiminsə daha çox təcrübəsi varsa 100% o tapacaq, təcrübəsi olmayan tapmayacaq. Bu tamamilə şans məsələsidir. Əlbəttə təcrübə də öz rolunu oynayır, amma mən bura köçəndə heç sıfır təcrübə ilə gəlmişdim. Hələ mənə çox insan dedi ki, sən çətin taparsan paid position. Ümid olma ki, paid taparsan. Biraz məni həvəsdən salan insanlar çox olmuşdu. Bir-iki nəfər salmamışdı həvəsdən. O da biri də sən idin, sağ ol. Yəni dəstəklirdin ki, tapa bilərsən, ehtimal var. Tapdım məsələn. İlk heç sıfır təcrübə ilə bura gələndə elə paid position'a gəldim. Bu arada bunu da vurğulayım ki, research positionlar olaraq əslində bir neçə position adları ilə research eləyə bilərsiniz. Məsələn, var postdoctoral research fellowship, sən dediyin kimi. Bilmirəm, təkcə research fellowship bundan fərqlidir, yoxsa eyni şeyə gəlib çıxır. Məsələn, ola bilər research technician kimi də işlənilə bilər kimsə. Mənim əsasən positionum research technician gedir hal-hazırda. Amma səhv eləmirəmsə postdoctoral research fellowda biraz məsuliyyət daha çoxdur. Sən postdoctor eləyirsən də, düzdür? Eynən bəli, postdoc həmindir. Sizdə səhv verməmsə, sən özün də bəzi projeləri yaratmalısan, Bəli, qrantlar bəli. yazmalısan. Məndə məsələn PI-dən asılıyam. Daha rahat desəm, onun kölgəsində, yəni rahat məsuliyyətim yoxdur. Yəni mən sadəcə onun əlləri görevini yerinə yetirirəm. Yəni deyir ki, falan şeyi gör, mən o işi görürəm. Bu laboratoriyada olsun və s. Postdoc biraz daha məsuliyyətlidir, amma səhv verməmsə paid position olanda postdocun da gəliri daha yuxarıdır. Deyirsən, elə eşitmişəm mən də ki, müəyyən qədər fərqlilik ola bilər. Onunla bağlı keçən dəfə paylaşdığım bir videoda qısaca demişdim. Əslində iləride bir planlayıram ki, video çəkim ki, məsələn, research fellowların title'ları işte, research assistant, technician, coordinator, postdoc və s. Nəhayət etibarda hamımız research yapırıq. Məsələn, kiçik fərqlər nədir? Onunla bağlı da iləride video çəkəcək, ona takipdə qalın deyək. Bundan əlavə soruşmaq istədiyim sual o idi ki, Gülnur, məsələn, Amerikada cərrahi ixtisaslar, ümumiyyətlə klinik ixtisaslar olsun, digər məsələn bizdə Azərbaycanda və Türkiyədə alışıq olduğumuz sürələrdən fərqlilik göstərə bilir. Amerikada qadın doğum ixtisasının müddəti necədir? Rezidentura müddəti Bəli, 4 bəli, ildir. rezidentura müddəti. Sırf rezidentura 4 ildir. Fellowship
sahəyə görə dəyişir. Səhv vermirəmsə 2, 3, 4 buna yəni dəyişir seçdiyin sahəyə görə. Bəs məsələn gynekologiyada məsələn research nə qədər tələb olunur adətən məsələn rezidentura öncəsi. Burada adətən təbii ki, kesin rəqəmlər olmur Amerikadakı bu süreçlərlə bağlı. Hani off the record deyək ki, proqram direktorlarının müəyyən bir beklentiləri olur ki, bu qədər məsəl üçün research olmalıdır. Bu şeydə OB/GYN-də necədir bu nəticə? Öz PI-imlə principal investigator, Hı yəni hı. öz professorumla Hı hı. söhbət elədim. O da obstetric and gynecology-dir deyə. Dedi ki, 5-6 genəldə kifayət eləyir. Amma əlbəttə Ziya, sən özün mənə yaxşı bilirsən, networking yəni çox rol oynayır. Gözlə, Mən gözlə. kesinliklə əminəm ki, kiminsə heç bir dənə research olmayıb match qazana bilər və yaxud kiminsə 10 dənə research olub qazanmaya da bilər. Təəssüf ki, yəni bu reallıqdır. Networking böyük Düzdür. rol oynayır. Doğru adamları, doğru yerdə doğru adamları bilmək, yəni vacib məqamdır məncə. Amma mənim PI-im dedi ki, 5-6 genəldə bəs eləyir. Neurosurgery üçün məsələn daha çoxdur, amma ginekologiya 5-6 falan belə. Eynən, o dediyin qisma çox qatılıram. Hətta networking konusunda məsələn hekayələri və situasiyaları anlatmağa başlasaq, bəlkə ayrıca bir podkast da çəkə bilərik onunla bağlı. Ki məncə bəlkə iləride çəkə bilərik. Niyə? Çünki çox insan merak edir network tam olaraq əslində nədir və necə bir yol izləmək lazımdır Amerikada. Dediyim mən nüans çox haqlıdır ki, məsələn, neurosurgery də məsələn kompetitiv olan cərrahi branşlardan biridir və işte ortalama paper sayısı hər il açıqlanır və son illərdə hətta 72 civarındadır. Ki bəzən məhz onlar 100-ü falan keçirlər. Amma Bilmirdim məsələn bu arada. eynən 70. belə mən ilk dəfə eşidəndə çox təəccüblənmişdim. Bunu ki biraz həqiqətən çox uç nöqtə kimi bir şeydə çox uğraşdırılması Həqiqətən. gerəkən bir şeydir. Və eynən və ki eyni yayın sayısı məsələn həm IMG-lərdən tələb olunur, həm də Amerikada qrad olanlardan tələb olunurdu. Amma ki müəyyən top level yerlərə match olanlar var ki, hansı ki onlar bəlkə nə bilim 100-ün üstündə bəlkə paper istəyirlər. Amma ki məsələn oradakı insanlarla mən söhbət eləmişdim konqrelərdə və s. Demişdilər ki, məsələn, narahat olmayın, match olarsan. Deyir, məsələn, mən match olanda 0 yayınım var idi. Yəni mən o biraz o rahatlıq qəribə gəlmişdi ki, mənə, yəni ki, e, necə yəni falan. O da demişdi ki, ya burada önəmli olan networkdür. Yəni bu yanıtı direkt özlərindən də eşitmişdim ki, bəli kompetitivdir. Yəni bu cərrahi ixtisaslar, amma network olduğu zaman digər faktorları üstələmək olur rahatlıqla. Elə sən dediyin kimi burada da yəni bir nevi qeybət kimi danışılanları eşidəndə yəni şoka düşürəm ki, yəni necə situasiyalar var imiş. Yəni hər yerdə belə daydaylıq keçir həqiqətən. Bəlkə Düzdür, də düzdür. daydaylıq sözü doğru olmaz. Çünki networking deyəndə məsələn hər hansı bir professor bir tələbəni bilirsə, bir məzunu bilirsə və bunu mən elə başa düşürəm ki, intervyuda həmin tələbə, həmin məzun onu mention edirsə, əgər proqram direktorları interestedlərsə, yəni maraqlıdırlarsa məzunu qəbul edib Hı eləməməkdə hı. mütləq əlaqə saxlayırlar həmin adamlar. O adam ki sizlə müsbət bir review versə, sizlə bağlı bir feedback versə, əlbəttə bu bir sizin üçün pozitiv puandır. Aynen öyle. İkisini de ilana qatıram. Yəni, təbii ki, orada məsələn o daydalı network fərqi çox doğru vurğuladım. Təbii ki, o insanlar da zəhmət çəkiblər, iyi sonuçlar əldə Eynən. ediblər falan. Yəni onları asla küçümsəmirik. Bunu da vurğulayaq buradan. Sadəcə biraz deyək ki, Düzdür. yəni biraz daha kəstirmədən getmiş onlar. O konuda yenə hər kəsin əməyinə sayğı duyuruq. Heç kəsin sonucunu necə deyirlər, Eynən. tartışmırıq elə bir şəkildə. Sadəcə yorumumuzu, fikirlərimizi bildiririk, eşitdiklərimizi paylaşırıq sizlərlə. Və maksimum bizdə biraz bilmirəm sən də qatılırsan yox, bizim biraz insanlarımız, bizim təbələrimiz, mən özüm də eləyəm, biraz daha içə qapanıq bir Ay, sağ ol, insanlarıq. düzdür, düzdür. Buradakı tələbələrlə müqayisədə mən hiss edirəm ki, daha çox demək istədiyim şey bəzən demirəm, deyə bilmirəm. Amma biraz o ekstravertliyi artırmaq çox yaxşı olar. Əslində bu vurğulamaq, bu hər dəfə networkingi vurğulamaqda səbəb də əslində odur ki, sizin o networkinginiz sizin yəni danışığınızdan keçir. Sizin həmin o PI-dir, hər hansı bir həkimdir. Bir həkim ola bilər ki, o an professor deyil, amma siz match olana qədər ola bilsin, bəlkə bir professorluq Düzdür. titul qazanacaq və s. Hər bir connection sizin üçün vacibdir. Ona görə maksimum bu sıxılmağı azaltmaq lazımdır həqiqətən. Düzdür. Kesinlikle atıram elə konuyu network'ünü oraya yönləndirmək istəyirəm ki, məsələn, sosial və
kommunikasiya bacarıqlarında ki, məsələn, hadi network dediyimiz şeydə, məsələn, burada insanlar, məsələn, niyə görə bəzi süreçləri hızlandıra bilər? Dediyim kimi, digər lazım insanlarla da biraz təbii ki, özləri çaba göstərirlər, əlaqə qururlar. O ki, biraz fürsətlər var, konqrelərdə denk gəlirlər ya da bir mühitə hızlı ulaşırlar, amma sonradan öz çaba sayəsində əlaqə qururlar. Və dediyim ki, məsələn, bizim ölkələrdən gələn insanlar görürsən ki, məsələn, burada daha çox introvertdirlər. Məsələn, işlərini görürlər, yapırlar, amma sosial becerilərdə biraz çətinliklər çəkirlər və görürsən ki, burada hocalardan, PI-lərdən bunu eşidirik ki, məsəl üçün, deyir, məsələn, mail listə görürəm, bəzi projede görürəm ki, bu insan işi yaxşı edir, amma məsələn, deyir ki, heç ünsiyyətdə olmamışam, ola bilməmişəm. Yəni, bu da bilirsiniz, hərdəki, buradakı sonuçta Amerikada bir çox yerlərdən, fərqli ölkələrdən insanlar gəlir, fərqli kültürlər var. Həm təbii ki, Amerikanın özünün də kültürü fərqlidir və deyək ki, siz bura gəldiyiniz zaman sizin iş yoldaşlarınız da fərqli-fərqli ölkələrin kültürlərindən gəlirlər. Burada dolayısıyla hocalar üçün önəmli olan və yaxud da sizin iş kolleqalarınız üçün önəmli olan məsələlərdən biri də siz bura necə adapte olacaqsınız? Daha içə qapanı olan, insanların ünsiyyət qurmayan insanlar hər nə qədər işlərinə bacarıqlı da olsalar, buradakı PI-larda və yaxud da diğer tim komanda yoldaşlarında müəyyən suallar yaranır ki, acaba bizim həm iş kültürünə, həm buradakı yaşayış kültürünə adapte olabiləcəkmi deyə. Ona görə bu önəmli nüanslardan biridir və bura gələrkən tələbələrə onu da burada məsləhət görək ki, sən də vurğuladın bunu az öncə. Yəni mümkün qədər ünsiyyət qurmağa çalışsınlar insanlarla. Soft skills'ları geliştirmek. Kesinlikle, kesinlikle. Onun dışında Günür, biz Instagram'daki sual qutusu paylaşmışdı. Orada gelen diğer suallardan biri de oydu ki, Amerika'da malpraktis məsələsi. Çünkü bu dünyada OB-GYN en çok malpraktis məsələlərindən biridir. Maalesef bu ixtisasdaki həkim yoldaşlarımızı çox yoran məsələlərdən biridir ki, zaten davaların çoxu əsassız şəkildə sonuçlanır. Bu məsələlə bağlı Amerikadakı situasiya nədir? Rəqəmlər, yəni digər ixtisaslara görə necədir? Buna bağlı suallar gelmişti. Suyumu içtim çünkü ben açığı malpractice çok araştırmamıştım. Ta ki bu Instagram postuna gelen suallardan sonra. Çünkü Ziya bu sualları benimle paylaştı. Nəticə heç xoşuma gəlmədi. Çünki ilk sırada obstetric and gynecology var idi. İlk sırada. İkinci sırada neurosurgery var idi. Yəni deyim bunda. Aa, Deməli, malpractice-in olması məni heç şaşırtmadı. Çünki burada insanlar ayağı sürüşüb yıxılsa şikayət edir. Daşa ilişib yıxılıbsa yaşanmış bir siyasət bu arada. Ya Target ya Walmart idi, tam yadımda deyil, reklam da verməyim. Kimsə həmin böyük bir supermarketin qarşısında yıxılır və şikayət eləyir. Neçə milyon qazanırdı səhv verməmirəmsə. Çünki Oo. burada çox yayğındır şikayət eləmək. Həkimləri də şikayət olunmasına şaşırtmadım açığı. Sadəcə insurance var imiş malpractice üçün. Bu insurance il ərzində ödəniş edirsiniz. Bir nevi maşın insurance kimi bir şeydir. Əgər başınıza belə malpractice olayı gəlsə, sizin bu avukat işləriniz, vəkil işləriniz, məhkəmənin ödənişləri və yaxud həqiqətən siz nəsə ödəməlisinizsə, bu insurance sizin üçün həmin pulu qarşılayırmış. Bunu da bilmirdim bu arada, yeni öyrəndim. Amma Ben de yeni mənim öğrendim kimi şu an. Aynen. Mənim kimi məsələn obstetric and gynecology istəyirsinizsə, yəni başqa bir sahəsin çox da marağınız deyilsə, məndə yoxdur məsələn başqa bir sahə. Ginekologiyaya daha çox üstünlük vermənizi tövsiyə edirəm. Çünki obstetrik sahəsində, yəni doğum sahəsində aydın məsələdir, iki canla məsuliyyət daşıyırsınız. Ona görə mən ginekologiyaya seçmişəm artıq İyi malpraktik gelmişsin. sahəsindən sonra. Çünki daha azdır müqayisədə. Digər cərrahi sahələrlə daha oxşardır ginekologiya. Ha, bu sualın cevabını araştırırken artık ixtisası da vermiş, kararlaştırmış oldu. Eynən, biraz mənim üçün hayal kırıklığı oldu açığı bunu araşdırma ki, necə çox imiş də malpractice olayları. Bu arada malpractice bilmirəm, vurguladıq, vurgulamadıq yandan çıxdı. Əgər həkimin səhvi ilə diaqnoz səhv ola bilər, məsuliyyətsizlik ola bilər, gecikmə, hər hansı bir müdaxilənin gecikməsi ola bilər. Səbəbi ilə hər hansı bir problem yaşansa, xəstədə xəsar meydana gəlsə, xəstə şikayət edə bilər. Amma sən dediyin kimi də pozitiv, negativ də nəticələnə bilər. Yəni həkimin leyhinə nəticələnən məhkəmələr də çox olur. Çünki burada insanlar çalışırlar ki, pulsuz, heç nəsiz pul qazansınlar. Yəni yalandan da olsa, heç haqları olmasa da şikayət edə bilərlər. Hər şikayət də o demək deyil ki, siz məhkəməni uzacaqsınız. Qanun var, qayda var. O konuda çok haklısın. Gündür. Həqiqətən məsələn Amerikada bu məhkəməyə vermək və oradan tazminat davası deyək ki, oradan qısa pul qazanmaq
çox yayğındır. Yəni ən azından təşəbbüs göstərmək yayğındır deyək beləncəsinə. Hı. Ki zaten az önceki örnəkdə dedin milyona yaxın pul qazanıb. Yəni bu çox rahat qazanıla bilən bir para deyil burada. İnsanlar ona görə daha sonra Eyni. həyat qarantisini rahatla almaq üçün bu yollardan gedirlər və bir maraqlı nüans da var idi ki, mən 2022-ci ildə ilk dəfə Amerikaya gələndə və hətta onda mən də Arizonadaydım onda stajdaykən. Yolda gedəndə küçədə reklam görmüşdüm. Vəkil reklamı. Ravi. Adı yadımda deyil amma Raifdir. Hər yerdə var. Bəlkə elə dedim. bəlkə ola bilər Arizonada adı hər yerdə odur. yadımdan Rafi, çıxıb. Rafi. Ha. Və spesifik həkimlər üstündə işləyir. Hətta yanlış xatırlamırsam ümumi cərrahiyyə üzrə vəkil idi. Yəni bu dərəcə spesifikləşib ki, məsələn artıq deyir mən ümumi cərrahiyyə üzrə vəkiləm. Buradakı davalarınızı şey yapa bilərsən və bu Amerikada maalesef çox yayğındır. Əslində son zamanlarda bizim ölkədə də bu hallar son artıb və bu əslində biraz bu şəkildə olayların lanse edilməsi biraz vəkil yoldaşlarına, həkim yoldaşlarına qarşı-qarşıya gətirilmiş olur. Bu da əslində xoş bir hal deyil sonuçta iki peşə. Çünki iki peşə də hər iki ixtisasda toplumun rifahı üçün əmək harcayan peşələrdir. Amma maalesef müəyyən işlər gərəyi iki peşə qarşı-qarşıya bir növ gətirilmiş olur. Onun dışında başqa USMLE sürecilə bağlı danışa bilərik. Bir çox tələbələrin soruşduğu suallardır, hansı qaynaqlar və s. kimi. Bununla bağlı nələr bölüşə bilərsən? Hazırlaşmaq üçün steplərə Bəli, və bəli. s. Məncə unpopular bir resource Mailman PDF-ləri. O qədər sevirəm ki, onun PDF-lərini. Çox razıyam. Əgər kiminsə məlumatı yoxdursa, Mailman PDF-lərindən mütləq istifadə eləyin. Məsələn, First Aid-dir, UWorld, yəni UWorld və Mailman mənə görə ikisi must have bir steplər üçün. Bilmirəm, sən özün Mailmanlara baxmısan ya, Mən Mailman Mehrimanı səndən sonra öyrənmişdim, səndən eşitmişdim onu. Çoxsa baxdın heç, paylaşdırmışdım. yəni səncə də yaxşıdır, yoxsa mən özüm Yaxşıdır, böyüdürəm? yaxşıdır. Mən misal üçün onu əvvəllər bilmirdim. Amma məsəl üçün hal-hazırda step 2 üçün müəyyən şeylərə baxıram və çox sınava yönəlik nüanslar vurğulanır. O çox yaxşıdır. Eynən. Çoxsa paylaşdığın üçün bu arada. Xoşdur. Məsələn, First Aid-i mən sevirəm kitab kimi. Əgər siz istəsəz ki, hər hansı bir mövzunu, məsələn, laxtalanma mövzusu geniş bir mövzudur. Onu ümumiyyətlə öyrənmək istəyirsinizsə, First Aid kimi kitablardan, nə bilim, videolardan, YouTube videolarından, mən Sketchy, Amboz bunları heç bilmirəm açığı, heç baxmamışam. Nə tipli bir resurslardır bilmirəm. Ona görə onlarla bağlı fikrimi bölüşə bilməyəcəm. Amma First Aid-i oxumuşam, bəzi hissələrini, bəzi bölmələri. Məncə çox detallı yazılıb. Öyrənmək üçün çox əladır. Çox xırdaçı, yəni. Amma problem oradadır ki, çox detallı yazdım. Yoxlama üçün bu qədər detal lazımmı? Məncə yox. Məncə biraz daha sual odaqlı çalışmaq daha yaxşı olar. Çünki bizim hədəfimiz bir nevi nədir? İmtahanları tez keçib məşq olmaq. Eynən. Bu sən bu first aid üçün deyirdin detallı First yazılı. aid üçün deyirdim. Ha, okey. Detallı yazılıb deyə. Aynen ola bilər. Mən məsəl step 2 üçün first aid istifadə eləmədim. Həm detal kimi, həm də biraz qarışıq kimi gəldi mənə. Ona görə birbaşa UWorld-dan getdim. Qalan qaynaqlarda məsələn Ambos Library və sair istifadə edirdim. Bir də artıq Mehrimanı səndən öyrəndikdən sonra ona baxmağa başladım. O şəkildə və digər qaynaqlarda açıq mən də istifadə eləməmişəm step 1 üçün çox. Biraz hani TUS üçün bizdə belə bir kural var idi. Deyir az qaynaq çox təkrar. Məntiqlidir əslində o söz. Biraz daha fokuslu, daha stabil çalışmaq daha rahat olar. Bu arada step demişkən, mən hələ heç bir stepləri verməmişəm bu arada. Yəni research üçün kimsə yazmışdı deyəsən steplər vacibmi, yoxsa belə bir sual gəlmişdi. Mən bura gələndə heç bir step verməmişdim. Dediyim kimi ani olmuşdu. Yəni green card qazandığım üçün gəldim bura və heç hazırlığım da yox idi. Düzdür, soruşurlar intervyuda bu research intervyularındakı bəs məqsədin nədir, gələcək üçün hədəfin nədir? Orada mütləq vurğulayıram ki, mənim məqsədim rezidentur oxumaqdır. Onda soruşurlar ki, imtahan vermisənmi, hazırlaşırsanmı? Deyirəm ki, hazırlaşmışam. Genəldə bu tipli olur, yəni conversation. Bir də nəsə demək istəyirdim, yadımdan çıxdı. Necə research tapılır deyə bir sual gəldi ağlıma. Amma belə başqa sualın varsa ver, sonra onu da davam edə bilərik. Mən elə telefona baxıram gələn suallardan hansı. Elə o sualı gördüm. O sualı soruşacaqdım səndən elə ki, sual gəlmişdi ki, necə research tapmaq olar? Başvuru yapanda CV-də nələrə diqqət elə CV göndərəndə?
Mən yadındadır, bilmirəm, öz profilimdə paylaşmışdım, template paylaşmışdım, email Aha, bəli, bəli. template. Əslində onu paylaşmamda səbəb təqribi tələbələrdə, məzunlarda bir fikir formalaşsın deyə idi. Yəni email hansı tipdə olsa daha yaxşı olar, Hı hansı hı. tipli emaillərdən mənə cavab gəlib. Çünki mən bu işi tapana qədər bir 350, hələ ondan da sonra başqa researchlər də axtarırdım özüm üçün. Hardasa 500-ə yaxın email yazmışam və təcrübəmdən deyirəm ki, hansı maillərdən cavab almışam. Ən Üzr istəyirəm, azından bölürəm. Hı -hı. Burada bölürəm. O həmin Reels paylaşmışdın, orada açıqlamada əlavə etmişdin. O Reels hələ də qalırmı profilində Hələ sənin? qalıb. Aha. Onu da izləyən yoldaşlara bildirək ki, əgər Günürün profilinə baxa bilərsiniz, Instagram profilində orada bir Reels var CV ilə bağlı. Siz orada yanlış xatırlamırsam research sözünü yazanda sizə o Aha. template gedir. Orada həmin template'i alıb istifadə edə bilərsiniz. Onu da vurğulayaq burada. Buyur Günür davam edə. Sağ ol. Amma istəsən belə də eləyə bilərik. Link kimi mən heç YouTube-da paylaşmamışam video. Sən özün əlavə edə bilirsənsə, istəsən link kimi də əlavə edə bilərik. Kim Olar, istəsə, hə. yəni həmin dokumenti Olar, olar. Həmin Reels'ın linkini əlavə edərik açıqlamaya. Reelsin. Onu düşünməmişdim, o da var. E-mailin yazmasını deyək ki, siz o template-də təqribi görəcəksiniz. Məncə e-maildə ən önəmli nüans sahə məsələsidir. Məsələn, indi öz sahəmə görə deyirəm. Hı hı. Obstetric gynecology-yə e-mail yazmaq istəyirsiniz və sizin marağınızı qoydum qırağa. Çünki bir nevi research axtaranda maraqdan çox çalışırsan ki, position tapasan. Yəni əsas bir yerə ilişim. Məndə ən azından elə idi. İndi insanlara səni də deyə bilmirəm. Məndə elə idi, öz adıma danışım. Mən də belə idi artıq bir yerdən sonra. Düzdür. Yəni bir yerdən sonra bilirsən dizlərinə Düzdür. əsas tapım da research. Ə, həmin e-mailləri yazanda çalışın ki, həkimin öz sahəsinə baxasınız. Həkim ola bilər ki, obstetrikdir, yəni problemli hamiləliklərlə bağlı araşdırmalar çox eləyir. Eləsi var ginekologiya ilə bağlı çox eləyir. Siz ora yazsaz ki, ümumi OB/GYN nəsə belə bir şey, ondan çox yəni spesifik həmin həkimlə əlaqəli bir şey yazsaz, məncə həkimin diqqətini çəkə bilərsiniz. Bu mənim şəxsi fikrimdir və məncə işə yarayır. Yəni e-maillərdən gördüyüm qədərilə. Bir də e-maillərlə bağlı da deyim, sonra istəyirsən həkimləri necə tapmaq olur onu Hı keçərik. hı. E-maillərdə məsələn sizə mənfi cavab gələndə, ola bilər ki, kiminsə yeri yoxdur, ola bilər Hı hı. ki, ım, hal-hazırda funding yoxdur. Çünki hazırki prezidentin dönəminə görə çoxu fundinglər kəsilib. Ziya sən də çox adamlardan Düz, bunu düzdür. eşitmiş ola bilərsən. Düzdür. Yəni 10 nəfərdən 5-i deyir ki, funding kəsilib. Ona görə yeni bir insan, yəni yeni bir position aça bilməmişik. Ola bilər ki, problem siz deyilsiniz. Problem Mən qarşı tərəfdir. Ona görə moddan düşməyin, yəni motivasiyadan düşməyin deyə deyirəm bunu. kesin burada qısa bir əlavə eləyəcəkdim ki, məsələn, hətta mən ki, Amerika gəlməyim 2 il biraz təxirə salmışdım. Mənim sadəcə digər 2 qəbulum, daha öncədən aldığım qəbul, bu funding məsələsinə görə sonradan iptal oldu, hətta gözlənmədik bir şəkildə. Çox doğru vurğuladığın nüansdır ki, o ciddi problemdir hal-hazırda bütün Mən şeydə. burada hətta professorların işdən çıxdığını gördüm bu arada. Aa, Fundinqə o görə. dərəcə hətta. Yəni aynən, yəni demək istəyirəm ki, söhbət siz olmaya bilərsiniz. Həqiqətən daha böyük bir problemlərə görə sizin CV-nizə, e-mailinizə cavab gəlməmiş ola bilər və ya neqativ cavab gəlmiş ola bilər. Bu sizi motivasiyadan salmasın, çünki ola bilər ki, başqa yerdə funding var. Çünki səhv vermirəmsə bəzi növləri kəsilib, bəzi növlər amma hələ də var. Eynən. NIH-dir nəysə. Onun Cinayət, aynen. Bir də Günür, bu yaxın ki dedin CV-lərə neqativ yanıt gəldikdə orada ağlıma bir şey gəldi. Misal üçün mən CV-də mail atanda əgər mənə neqativ cavab gəlirsə, mən hər zaman bir təşəkkür maili yazırdım. Bunu da mən düşünürəm ki, e, bir çox hallarda yazmaq lazımdır. Çünki bəzən %100 bütün mailləri yazmışam, amma onu tam dəqiq deyə bilmərəm, yalan olar. Çünki bəzən direkt genel soyuq mail gələndə bəzən yazmamışam, həvəsim olmuyor. Amma bəzən də hoca məsəl üçün o qədər açıqlayıcı mail yazıb ki, məsələn bir paraqraf izah edib ki, bax bu səbəblərdən dolayı Eynən. şey var. Məsələn dediyin kimi funding məsələsi onu belə detallı izah edib. Əslində baxdığınız zaman departamentdə bir növ daxili məsələsidir, müəyyən ki, situasiya çətin çəkilər və hoca məsələn onu nazik bir şəkildə yazıb izah eləyirsə ki, bu yəni bu məncə bir nəzakət göstərisidir ki, o da izah eləyir ki, bu səbəblərdən dolayı redd alınıb, yəni qəbul edə bilmir. Bu kimi hallarda məsələn bu cür səmimi, nazik mesajlar, maillər alanda reject almış olsanız belə, mənim tövsiyəm o olar ki, təşəkkür maili yazmaq lazımdır ki, o zaman hayrı bu şəkildə fikri bildirib onu bir vurğulamaq istedim. Buyur davam elə Günür.
qaldığın yerdə. Çox haqlısan bu arada. Bəzən elə olur ki, özlərinin deyir ki, bizdə yer yoxdur, amma filan kəslə əlaqə saxlayın. Sizi kiməsə yönləndirir və s. Mən də elə e-maillərə mütləq cavab yazıram. Açıq sən demişkən 100% yazmışammı? Məncə də yox. Elə gün olur ki, bəzən gündə 5 dənə neqativ e-mail gəlir. Deyirsən ki, Allah kahretsin. Yəni də Aynen. onda heç həvəsin də yoxdur ki, ona cavab, təşəkkür e-mail yazasın. Amma genəldə əgər kimsə nazik bir şəkildə izah eləyirsə, filan səbəblərdən götürə bilmirik, amma ağlımızdasan, yalandan da olsa o sözü yazırsa, təqribən bilirsən ki, ağlında qalmayacaqsın. Amma ən azından o sözü yazırsa, mən də təşəkkür e-maili yazıram genəldə. Hə, düzdür. Günor, bir sual soruşmaq istəyirəm. Başvuru sürəcindən danışırıq hazırda. Həmin bu Instagrama sual qutusuna gələn suallardan biri idi ki, CV göndərəndə CV-də nələrə diqqət eləyək? Çünki bəzən olur ki, məsələn, tələbə yoldaşlar ya da məsələn, asistan yoldaşlar CV-sini göndərirlər fikir almaq üçün. Məsələn, baxıram ki, onlayn template-ləri kullanır. Açıq mən məsləhət görürəm ki, çox o şəkildə kullanmasınlar. Çünki Canva və s. Aynen yəni məsələn çox bəzən şablona kaça bilir. Biraz Olcar tərəfindən də bəlkə şablon kimi olan şeylər bəlkə çox sıcaq qarşılamaya bilər. Ona görə mən hər zaman önərirəm ki, daha orijinal insanın kendisinə has bir şeylər olsun. Bu mövzuda sənin önərilərin nədir? Hansı yol izləmək olar? CV-də nələrə diqqət etmək olar? Ə, Adını düz deyirəm bilmirəm. Harvard Style deyirlər, səhv eləmirəmsə. Harvard Düz elə bil. Style Elə bax. elədir adı. Mən özüm onu işlədirəm. Hı hı. Onu da əlavə eləyərək Ziya istəyirsənsə aşağıda, yəni Olar olar. link olaraq məncə tapmaq olar onu. Sadədir. Əslində şəkil yoxdur onun səhv eləmirəmsə orijinalında, amma mən şəklimi əlavə eləyirəm açığı. Bilmirəm Ziya sən öz şəklini istifadə Mən edirsən. də əlavə edirəm. Çünki görsel olaraq hocaların bir şəkildə bilinçaltında qalmaq üçün. Açığı məndə yəni nə yalan deyim, Eyni. CV-yə şəkil əlavə eləyirəm. Bəzi insanlar deyir ki, etik olmayan səbəblərdən əslində şəklinin olmaması yaxşıdır və s. amma məncə düşünürəm ki, şəkil olsa pis olmaz. Və Həmçinin Harvard qatılıram. Style, hə, mən istifadə edirəm. Harvard Style-dır sənin sualının cavabı. Onu da paylaşa bilərik. Məncə də Canva və s. əvvəl mən də onları istifadə edirdim. Sonra insanlardan tövsiyələr alanda dedilər ki, bu stayla keçsən daha yaxşı olur. Ona görə o stayla keçdim. Məsələn, intervyularla bağlı biraz danışmaq istərdim ki, Günür, məsələn, intervyu sürecində, məsələn, researchla bağlı təxmini, məsələn, ümumi soruşulan suallar. Təbii ki, hər intervyuda çox fərqli suallar gələ bilir. Hər proqram hocasının öz fərqli sualları, gözləntiləri ola bilir. Məsələn, bəzi suallar da var ki, amma adətən ortaq soruşulur. Bir onu soruşmaq istəyirəm ki, məsələn, deyək ki, bu vaxtacan girdiyin 100 intervyuda, məsələn, 80-90-ında qarşılaşdığın tipik sual, məsələn, 1-2 belə sual varmı? Mhm. Məncə ən azından o tipik suallara möhtəşəm hazırlaşmaq lazımdır ki, digər suallara, hansı ki gözləmədiyiniz suallara az-çox belə cavab verməyiniz sizi biraz kamuflə eləsin. Bu mənim şəxsi fikrimdir. Hansı ki özünlə bağlı məlumat ver. Bu klassik, yəni bu sualın olmadığı intervyunu tanımıram. Bilmirəm. Düzdür. Özünlə bağlı məlumat ver və planın nədir? Gələcək planın nədir? Bizdən gözləntin nədir? Bu sualı çox eşidirəm. Bilmirəm Ziya səndə bu olub, amma bizdən gözləntin nədir sualını çox eşidirəm ki, yəni sən Eynən, kesinlikle. Qatılıram, düzdür. başqa olub təcrübə ilə bağlı suallar ki, təcrübən varmı? Yalan danışmamışam əsla. Varsa var demişəm, yoxsa yox demişəm. Məsələn, soruşanlar olub ki, sıçanlarla işləmək okeymi sənə? Demişəm ki, okeydir. İndi sıçanlarla işləyirəm. Əgər qorxursunuzsa, məncə qorxacaq heç nə yoxdur. Yəni gözünüzdə böyüdəcək qədər deyil. Hətta çox şirindilər, onu da deyə bilərəm. Bəzən soruşurlar ki, əgər maildə yazmayıbsa hoca, məsələn, bizdən paid gözləntin varmı, yoxmu deyə. Adətən bu, əgər maildə yazmırlarsa bunu soruşurlar ki, bizdən paid ilə bağlı gözləntin nədir? Açığı mən həmişə demişəm ki, gözləntim var. Bu Hı. mənim ola bilər ki, burdakı yaşamıma görə də ola bilər. Çünki əgər mən paidsiz bir işə okey versəm, burada necə yaşayacağam? Bir var ki, məsələn, ola bilər ki, bəzi tələbələr 1 aylıq, 2 aylıq yay tətili üçün sənin elədiyin kimi o vaxtı, yəni qısa müddətli researchlər eləyir və onlar həm də unpaid-ə okeydir. Kim yəni necə istəyirsə, yəni tam gözləntisi nədirsə, məncə onu deməlidir. Çünki bəzən elə olur ki, unpaid-ə də okeydir deyirik və bir neçə ay sonra gözləyirsən, bəlkə paid-ə keçərəm, amma hoca sənə qayıdıb deyə bilər ki, bəs research intervyuda mən demişdim paid olmayacaq. Düşünürəm ki, Düzdür. onun gözləntisinə qalmaqdansa ən başından bildirmək yaxşıdır.
Düzdür, kesinlikle qatılıram. Çünki həm sonradan işin gedişində də mənfi təsir edir. Həm də Hı ümumiyyətlə qabasını dürüst bir şəkildə demək lazımdır ki, yəni belə bir hı. gözlənti var. Və yaxud da ən azından başlanğıcda yoxsa belə deyə bilərsiniz ki, məsələn, əgər deyək ki, düşünürsünüz ki, 4-5 ay cover edə bilərsiniz özünüzü, ona deyə bilərsiniz ki, okey, Hı ən hı. azından şu an yoxdur, amma 3 ay sonra üçün var ya da 5 ay sonra üçün və s. Amma dediyim Eyni. kimi çox qatılıram ki, qabaqcadan deməkdə fayda var Hı onun. hı. Çünki sonra o da deyəcək ki, belə demişdi. Aynen. Bir də bu professorun öz ya professor ola bilər, həkim ola bilər. Onun öz danışığında da hiss eləmək olur. Bəzən Hı başda hı. nöqtəni qoyur ki, paid olmayacaq. Ondan sonra sən nə gözləyə bilərsən ki, ə, Eyni. ona gərək bir də bu deyəsidim. Məsələn, intervyularda ola bilər ki, sizin intervyunuz yaxşı keçdi və siz həqiqətən çox razı qaldınız. İnşallah elə olar çoxumuzda. Ə, Hı Məncə yenə də qərarı o günü verməyin. Deyin ki, olar ki, 1-2 gün mən düşünüm. Çünki həqiqətən ola bilər ki, o siz 1-2 gündə daha detallı düşünəndə bəzi şeylərə fərq eləyəcəksiniz, bəzi ekstra suallar verə bilərsiniz. Ani qərar verməməyi tövsiyə edirəm. Hə və ya yox. Yəni yox da deməkdən əvvəl məncə biraz düşünməkdə fayda var. Çox haqlısan, görə qatıram burada. Çünki məsələn biz bir yerdə məsələn başvurular eləyəndə 300, 400, 500 mail atırıq. İlk başda da çox vaxt olur ki, hər hansı bir bəzən cavab ala bilmirik və yaxud da bir çox rejectlər alırıq. Sonra bir yerdə məsələn bir rəqəm olur ki, adətən məsələn o rəqəm keçəndən sonra da albalan müsbət cavablar, intervyular və sair Hı. gəlməyə başlayır. O arada məsələn 3-5 qəbul gələndən sonra insan qərarsız qala bilər və dediyin nöqtə çox haqlıdır ki, buna ölçüb biçmək lazımdır. Çünki buradakı universitetlərin həqiqətən Amerikadakı universitetlərin hamısının çox yaxşı research opportunityləri var, databaseləri olsun, imkanları olsun çox dəqiqdir. Burada artıq müəyyən digər faktorlar gəlir ki, məsələn, iləride məhsul üçün network üçün hansı yaxşı ola bilər və yaxud da harda yaşayış şəraitləri daha uyğundur, bəlkə daha ucuzdur. Məsələn, əyalətdən əyalətə bunlar fərqli göstərir və yaxud da sosial həyat olsun, digər məsələlər. Bunlar təbii ki, o anda o həyəcanla dəyərləndirmək olmur. Çünki intervyuda çıxmaq ya da müsbət mail almaq insanı çox həyəcanlandırır yaxşı mənada. Eynən. Biraz 1-2 gün dediyin kimi ölçüb biçmək çox yaxşıdır. Çox doğru qərardır. Bir də bir sual var ki, onu həmişə bütün müsahiblərimdən soruşmaq istəyirəm. Mentor kavramı var. Yəni bu mentor kavramı son vaxtlarda çox gündəm insanlar məncə çox əlaqəsiz şəkildə istifadə edirlər bunu. PI mənasında, yəni ki. AI mənasında yox, əslində bir yol göstərən, yəni Aa, yardım edən, ya tam dəstək olan bir hoca var əslində. Əlindən tutub harasa götürən kimi, tam bir nöqtə belə kabac desək. Mən işte soruşmaq istəyirəm ki, məsəl üçün, sənin üçün məsələn mentor kavramı nədir, necə bir məna ifadə edir və sənin həyatında, məsələn bu Amerika sürecində deyək ki, e, həm istər Amerika süreci olsun, həm də Amerikadan əvvəlki həyat karyeranda, tibb universitetində və s. Sənin misal üçün o cür mentorun olubmu və onunla bağlı o yaşadığın belə maraqlı həyat hekayəsi olubmu? hı. Düz başa düşdümsə, söhbət burada işlə əlaqəli mentordan, yəni PI-dən yox, genəl Hə, mənim bəli. öz həyatımda. Həm də o. Bəli, bəli. Bəli, bəli. Mhm. Məsələn, mən öz PI-imdən razıyam. Çünki o IMG-dir. Və məncə Bəli. bu da böyük bir rol oynayır. Özü də bilir ki, hal-hazırda hansı çətinliklərdən keçirəm, çünki özü də o çətinliyi keçib. Düzdür. Məncə o PI-in IMG olub olmaması da rol oynayır. Məsələn, mənim PI-im dediyim kimi mən biraz introvert olanda ən başlar daha çox introvert olanda, indi daha az introvertəm. O mənə həmişə deyirdi ki, falan günü meeting olacaq, yəni Zoom görüşü və s. ya da ki, offline şəkildə gəl. Yəni o məni mütləq çağırırdı ki, falan yerdə meeting olacaq, gəl. Amma artıq indi mən özüm başlamışam. Nə vaxtsa meeting var, nə vaxtsa görüş var, mən də gəlmək istəyirəm və s. O məni biraz həvəsləndirirdi. Ondan sonra məni insanlarla tanış eləyirdi. Məncə bu da bir böyük rol oynayır. Hansısa görüşlərdə sırf mən gəlib, yəni ruhsal olaraq orada durmağınız sizin üçün bir köməyi olmaya bilər, amma sizi kimsə tanış eləyəndə o sizin üçün böyük bir köməkdir. Məsələn, mən öz mentoruma, PI-ma təklif eləyəndə ki, olar ki, mən first author olum. Bu məsələni də deyə bilərik. Bu researchda first author, co-author məsələsi də bunu vurğulayacağam. First author, yəni əsas yazıcı, səhv vermirəmsə tərcümədə belə gedir, əsas yazıcı olmaq. Mən onu təklif eləyəndə məni qırmadı, sağ olsun. Halbuki yəni mənim çox da bir işim olmamışdı həmin o paperda. Dedi ki, olar. Çünki dediyim kimi IMG-dir və başa düşür mənim situasiyamı. Məsələn, mən istəyərəm ki, Ziya, sən özün şeydən danış. Bu co-author, first author'un önəmindən. Çünki mənim üçün də maraqlıdır əslində. Məsələn, mənim elə paper ongoing projectlərim var ki, davam eləyir hal-hazırda. Hələ ki çap olunmayıb.
Planda var ki, mən bəzilərində first authoram, bəzilərində co-authoram. Onlardan biraz danışsa sevinərəm. Mənim özüm üçün də maraqlıdır. Hə, çox sağ ol, Gün, təşəkkür edirəm. Ya orada deməli belə ümumiyyətlə bir author olmaq çox önəmli bir şeydir. Yəni bu o demək ki, siz zaten bura qatqıya sağlamısınız məqaləyə, əməyiniz var, əməyiniz orada qeyd olunur zaten. Amma təbii CV-də orada harcanan və yaxud da ə, işte yapılan işə görə bəzən dəyişilir ki, əslində qayda ona görə ki, kim daha çox qatqı sağlayıbsa sıralama ona görə olur. Amma bəzən də timin içərisində, tim öz arasında yer dəyişikliyi elə bilir. Ki, məsələn, kim hal-hazırda gəl məsələn, yaxın zamanda məhkə hazırlanırsa ya da başqa bir işlə bağlı başqa bir dosya vurursa, tim komanda ya da səmimiyyət varsa komanda arasında, onlar deyirlər ki, həmin öz komandadakı o namizədi önə çıxartmaq üçün yayınlarda, yəni az qatqı salsa belə first order olaraq onu qoyurlar. Bu gözəl və əslində tim nümunəsidir. İndi buradakı yazarlar nə deməkdir? First order var, co-order var, bir də corresponding order var. Və əslində bu adətən bu sonuncu yazıcı olur. Bəzi təbii ki ilk yazar ya da ortadakı yazardan biri də ola bilər. İlk yazar önəmi nədir? Bunu bəzən intervyularda baxırlar, hocalar soruşurlar ki, ilk yazar olduğun məqalə varmı deyə. Bir diğer avantajı da odur ki, Məndən məqalə soruşan olub məsələn, həqiqətən. Bir neçə dəfə. soruşurlar, səndən də Hı hı. soruşurlar. Aynen bax, oradakı biraz əslində hocalar da onu ölçürlər ki, əslində ki, məsələn, bir projenin nə qədər çox yükümlülüyünü götürüb başdan sona bitirir. Adətən hocalar üçün o bir ölçü meyarıdır ki, məsələn, iki məqalədə məsələn ilk yazarsansa, artıq intervyudakı hoca avtomatik düşünür ki, məsələn, bu iki dənə projeyi başdan sona özü həll edib bitirib. Bir növ o iş bitiricilik meyarı kimi dəyərləndirirlər öz aralarında belə deyək. Digər yazarlar isə birinci yazardan sonraki yazarlar da o süreçdə komandada əmək verən hər kəs olur, sıralanır. Bəzən iki dənə co-first author da ola bilər, eyni əmək sağlayan. Birinci yazar olmanın bir də digər avantajı da odur ki, məsələn, siz hər hansı bir məqalədə kimsə atıb verəndə sizin yazınıza orada adətən soyad və et ol olaraq yazılır. Et ol da biz onu Türkçəsində və arkadaşları olaraq tərcümə edirik məsələn. Aa, Kimsə və arkadaşlar o yazarın adının. O açıdan da məsələn akademik olaraq da bir görünəbilirlik oluşturur. Sizin soyadınızın da o paperlarda ed olaraq vurğulanması bəzi ilk yazarı görülür orada. Bir diğer yazarlardaki önemli nüansı corresponding author'dur. Yəni bu bizim dilimizdə sorumlu olaraq bəlkə tərcümə eləmək olar, tam qarşılığını bilmirəm. Yəni bu nə deməkdir? O projedəki əsas sorumlu olan kişidir. Və adətən bu sonuncu ad sırasında ən sonuncu insan olur və bu adətən ən qıdəmli hoca olur. Hocalar həmişə özünü projenin əsas yürütücüsü olsalar belə özlərini həmişə ən sona yazdırırlar. Bu bir növ yazılmamış qayda kimi də elə bil, belə deyək. Və corresponding author sonuncular olur. E, Genel olaraq yazar sıralamasını bu şəkildə deyə bilərik. hmm. Düzdür əslində dediklərin. Mən də PI mentorum ən sondadır. Onun səbəbini həqiqətən bilmirdim bu arada. Bir də yadıma bir şey düşdü. Bir də mentorum var. Hı O hı, həkimi mən üzbəüz görməmişəm. Ancaq Zoom-dan danışmışıq. hı Çünki o hı, Phoenix-də yaşayır, mən Tucsonda yaşayıram. Bu arada normal hamıya atdığım e-maillərdən birini ona da atmışdım. hı hı, Assistant professordur, səhv hı vermirəmsə hı, pozisiyası. Deməli mən onda ən sevdiyim və heç başqa həkimlərdə görmədiyim xüsusiyyət nə idi? O mənim kimi research eləmək istəyən tələbələri və məzunları bir yerə gətirdi. Yəni özü bizi CC-lədi ki, e-maildəki, yəni dördünüz də eyni məqsədiniz var, research eləmək istəyirsiniz və o bizim üçün plan hazırladı. Belə ki, plan nədir? Biz iki research paper eləyirik, hansı ki, mənlə başqa bir qız məzundur, digər iki qız hələ ki underground ya da hər hansı bir yadımda deyil, studentdir. Ona görə biz məzunlar, hansı ki biz məçə daha yaxınıq, ehtimalımız hı daha çoxdur. Biz olacağıq first author, digər iki qız olacaq co-author. Və bir-birimizdə də biz co-author olacağıq. Hansı ki onun first author olduğu researchdə mən co-author olacağam. Başa düşdün nə demək istəyirəm? Bəli, bəli. Nəticə olaraq 4 nəfər researchlə maraqlanırdı. Hərənində 2 research olacaq. Eyni. Bu az önce Paper. dediğimiz Yəni məncə bu möhtəşəm mentorluq nümunəsi ola bilər hər kəs üçün. kesinlikle hem möhtəşəm mentorluq, hem möhtəşəm komanda. Hansı kimsə artıq yeni məsə yaxınlaşırsa, komanda onu promote eləmək üçün və iki nəfər dediyin kimi sizdə artıq yaxınlaşır məsə, artıq onları Hı -hı. promote eləmək üçün Eynən. ilk isim olaraq bu çox qəşəng bir komanda Bu mentorship arada nümunəsi. mən heç birini tanımırdım. Yəni nə həkimdən də yeni, sadəcə dediyim kimi e-mailin üzərindən o bizi bir yerə gətirib. Mən məsələn elə leadershipliyi gözləyə bilərəm mentordan. Çox gözəl, yəni hər kəs üçün faydalı bir leadershiplikdir. Yəni mentorluqdur deyə düşünürəm. Nümunə bir şey. Hı Və -hı. bir söz var ki, mənim çox sevdiyim bir sözlərindədir. Deyir, qapı qapını açar.
Həmişə həqiqətən o qapı Düzdür. qapını açır, çox bəklənmədik şeylər çıxa bilər insanın qarşısına. Mhm. Düzdür. Beləliklə. Bu arada düşünə bilərlər ki, mən Tucson'dayım, bəs necə research edirəm Hı hı. Zoom-dan? Remote halda eləyirəm. Bir nevi təcrübədir, ekstra paperdir. Yəni nə pisdir ki? Düzdür. Kesinliklə qatılıram və həm network üçün yaxşı bir şeydir, həm də uzaqdan məsəl üçün bir şəkildə deyək ki, hər labın belli bir yayın kapasitesi olur. Hər adam başına yapıla biləcək bir iş Mhm. olur. Remote olaraq da kapasite limiti elə bil ki, artırmış oluruq deyək belə. Və mənim də məsələn təcrübəmdə elə bir şey olmuşdu. Mən vaxt məsələn University of Michigandan elə bir ki, qəbul almışdım. O da elə bir unpaid position'da. Sonra onu hoca təklif vermişdi. Remote olaraq davam edə bilərik. Təbii ki, birbaşa həmən proje verilmədi mənə. Çünki nəticə etibarilə mən onda elə İzmirdə idim, orada işləyirdim. Onda məsəl üçün artıq sonradan qoşulmağa başladıq, aktiv rol almağa da başladım. Mən orada məsələn digər faktorlardan, güvən oluşturan faktorlardan biri olmuşdu. Məsələn, orada axşamüstü olurdu toplantılar, Amerika saatından axşamüstü, Eastern saatına. Və Türkiyədə məsələn gecə olurdu. Gecə 3-də, 4-də. Mən zaten saat Mhm. 5:20-də oyanıb işə gedirdim. Amma ona rəğmən gecə məsələn sırf o toplantılara qatılmaq üçün gecə oyanırım. Məsələn, hoca da soruşurdu ki, hal-hazırda Türkiyədə saat neçədir? Dedim məsələn, gecə saat 3-dür, 4-dür. Məsələn, o da hocanın diqqətini çəkirdi ki, məsələn, bu səhər zaten erkəndən oyanıb işə gedir, amma bizə toplantılarda yəni öyrənmək üçün, aktivlik sağlamaq üçün düzənli qatılır. Və bunu da vurğulaya bilər ki, məsələn, sizdə də məsələn əgər indi digər izləyici dostlarımızda tələbə və yaxud da asistanlarda məsələn oxşar opportunitələr olsalar, yəni əgər deyək ki, ilk başda proje verilməsə belə hemen pes etməsinlər. Yəni orada sən vurğuladığın kimi güvən məsələsi vardı. Onu bir oluşturmaq üçün məsələn lazımsa əgər toplantılara qatılmaq, katılın düzənli olaraq 1 ay, 2 ay nə qədər lazımsa, həm networkda qalın, əlaqədə qalın, sonra bir şəkildə bir opportunity çıxacaq, yəni. Onun bir vurğulamaq. Katılıram. Günür bir məsələ də odur ki, məsəl üçün xaricdən baxanda Amerika dream olaraq görünən bir durum var, amma bura gələndə çox fərqli reallıqlar görə bilirik. Məsələn, Amerika ilə bağlı mənim ən çox gözümə çarpan, ən çox anladığım şey oldu ki, burada həyat çox individualistlikdir. Bununla bağlı sonuçta biz biraz daha sosial mühitdən gəlmişik, sosial mühitdən ya daha kommuna tipli bir toplumdan deyək və s. Burada isə daha çox individualistik bir həyat var. Bununla bağlı sənin fikirlərini öyrənmək istəyirəm ki, səncə Amerikadakı bu individualistik həyat necədir? Sənin öz təcrübən necə oldu? Məsələn, burada bir çox gələn kolleqalarımızla danışanda hamını demək olar bir dönəm bir yalnızlıq hissi çəkdiyi hiss olunur burada. Buna bağlı sənin təcrübələrin necədir? Kesinlikle bu məncə hər kəsin ən azından gözlətisində olmalıdır. Çünki məncə çox böyük beklenti ilə gələndə insan biraz hayal kırıklığına uğraya bilər. Düzdür, düzdür. Təəssüf ki, bu reallıq düz deyirsən, individuallıq çoxdur. Biraz öz aralarına almaq az ola bilər. Və yaxud ki, yalandan üzə gülə bilərlər. Small talkinglər çox eləyirlər. Düzdür. Məsələn, deyirsən ki, ay Allah, nə yaxşı bu insan məndən bu qədər maraqlanır. Amma səhərsi gün bəlkə üz-üzə gəlsə, heç sizin adınızı da bilmir. Heç yadında da deyil ki, sizlə nəsə söhbəti olub həmin Çox doğru, insanın. çox Yəni doğru. bu bunu bilmək vacibdir gəlmədən əvvəl. Mən bilirdim, məncə mən bilmirdim. Biraz sorucu tutdum ki, insanlarda necədir? Small talklar çox eləyirlər. Pis bir şeymi? Məncə kesinlikle pis bir şey deyil. Hansı ki bu network, bizim kimi network qurmaq istəyən insanlar üçün o small talk eləyib hər hansı bir əlaqəni qurmaq pis bir şey deyil. Amma bir yerdən sonra da bu fake'lik biraz insanı deyir ki, bəs deyin də, yəni biraz real olun. Danışmaq istəmirsən heç danışma. Yəni niyə yalan danışmaq çalışırsan? Biraz bizim öz millətimizə görə bizdə ya insan danışırsa, danışmaq istəyirsə danışır, yoxsa da soyuqluq var bizdə. Bizdə birbaşa dürüst olaraq belli eləyir Yəni, insanlar. bizdə bu hə, eynən yolda keçən insana məsələn Azərbaycanda hər deyən insan salam necəsən demir. Burada random bir şəkildə salam necəsən deyir. Əslində heç veclərinə də deyil ki, sən Bəli. necəsən. Amma bizdə biraz ya insanla çox yaxınlıqsa həqiqətən yaxınıq, ya da ki, yəni yalandan salam necəsən demirik. Burada biraz o şey var təəssüf ki. American Dream məndə American Dream var idi. 11-ci sinifdən, 10-cu sinifdən, uşaqlıqdan deyək var idi. Bura gəldim, disappointed oldummu? Məncə olmadım. Məncə mən razıyam, amma dediyim kimi heç bir ölkə ideal deyil. Nə Amerika, nə Azərbaycan, nə Almaniya, nə bilim hər hansı bir yer, heç bir yer mənə görə ən azından ideal deyil. Hər ölkənin müsbət mənfisi var. Mən razıyammı? Razıyam. Nələri dəyişmək istəyərdim deyə soruşsan, istəyərdim ki, daha çox ətrafım olsun. Yəni dost tanışım olsun. Daha çox. Burada özləri ilə dost olmaq biraz çətindir. Buranın doğulub böyüyən
tələbələr və yaxud yaşıdlarımla elə bil ki, çünki mindsetlərimiz biraz uymur. Düzdür. Mən məsələn, mənim mindsetimlə uymayan bir insana mən nə qədər söhbət edə bilərəm. Ona görə xaricdən gələnlərlə elə bil ki, daha çox anlaşıram. Başqa Aynen. ölkədən ola bilər, amma yəni xaricdən, genəldə Amerikadan yox. Düzdür. Eyni üstəsən məndə də var. Yəni yaxın dostlar, əlaqə qurduğumuz dostlar yenə də IMG-lərdir belə deyək. Və bir məqamda məsələn var ki, dedik ki, məsələn bəzən o fake'lik olur burada ki, zaten bizim cəmiyyətdə daha çox səmimi dostluq bağı olan bir şeydir. Amma burada görürsən ki, dostluq qurduğu düşünürsən, amma görürsən ki, əslində onun o arada işi və digər şeylər daha prioritetli olmuş. Amma bizdə məsələn bir dostluq əlaqəsi qurursa, birinə dostum dediksə, o həmin dostumuz bizim işimizdən də bizim üçün önəmli olur. Yəni o Yes. dostluğumuzun bizim üçün prioritet olur. Biraz burada daha çox individual həyat olduqca insanların öz işləri və digər şeylər dostlarından daha çox ön planda olurlar. Eynən. Heç tək bizlə də əlaqə deyil, yəni özləri arasında da elədilər. Eynən, düzdür. Qatılıram. Günür, sualların bir qismini cavablandırdıq. Təbii ki, əslində suallar çoxdur, hamısını cavablandıra bilmirik. Qalan suallar oldu. Onu da önümüzdəki zamanlarda bəlkə ikinci bir podkast çəkərik səninlə. Onu da buradan sözünü almış olaq. Mən razı. Hə, okey, sözünü aldıq o zaman. Bugünkü dəyərli vaxtımı ayırdığın üçün, bu arada biz bunu çəkəndə podkastı həftə sonunda çəkirik burada. Yəni istirahət günüdür. Background-um sırf belə olsun deyə gəlmişəm bunlar. Aynen. Bax görürsüz də necə zəhmət, əmək harcayıb. Həftə sonu həftə sonu istirahət zamanı harcadığın üçün neçə saat harcamış olursan, Xoş. əslində sonra editlənmiş olsa belə, zaman azalsa belə əslində burada harcanan süre daha çoxdur. Universitetə laba gəlib getmiş olmaq, burada da bir zaman harcamış, əmək harcamış olursan. Buna hər biri üçün bugünkü təcrübələri bizimlə paylaşdığın üçün çox da təşəkkür edirəm Gülnur. Çox sağ ol Ziya. Mən də dəvətin üçün təşəkkür edirəm. Mənə xoşdur həqiqətən. Mən istəyirəm ki, yəni kiminsə nə sualı varsa, mən maksimum dərəcədə əgər həmin mövzuya hakiməmsə, bilirəmsə, maksimum dərəcədə çalışacağam sizə kömək edeyim. Çünki istəyirəm ki, daha çox yəni tələbə istədiyi, arzuladığı şeyə nail olsunlar. Ola bilər Amerikada, ola bilər başqa ölkədə. Çox sağ ol bir daha. Minnətdaram dəvətin üçün. Mən də minnətdaram, çox təşəkkür edirəm. Növbəti podkastlarda görüşənə qədər. İnşallah. Hələlik. İzləyəcəm mən də. Sağ ol. Belə mən də kafam toparlayım. Üzr istəyirəm. 2-3 dəqiqə olar. Rahat oldu. Kəsəcəm oralarda. Heç şey. Okey, rahat. Doğrudan aynen editleme seçeneğimiz varken ben ne Ha, gəlirdim şu an bunu. yəni. A few moments later. Research ay stresliymiş buralar. Uzman olup bura gelmek. O konular desən Aa. də sual gəlmişdi. Əgər istəsən değinə bilərək o konuya. Əgər şey desə değinməyə də bilərik. Ne diyeyim? İstemiyorum ki. Bu əcəb yaxşı deyə belə editləyəcək birinin aldığını bilmək yəni. İstəyirəm ki, biraz məlumat verim uşaqlara ki, əgər kimsə uşaqlar olmasın, bəlkə böyük adam. Məncə yaxşı bağladıq. Əla.